Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm, həkim, psixoterapevt, yalan və bədən üzrə ekspert Elnay Rəhimov Tambovski. Nevroz nə deməkdir? Nevroz harada problem yoxdur, o problemi ya yaratmaq, ya axtarmaq, ya da onun illüziyasını quraşdırmaqdır. Və ya harada problemin həlli var, o həllə ya yanaşmamaq, ya görməzdən gəlmək, ya da verilən fürsətləri rədd edib görməzdən gəlməkdən ibarətdir. Və ya da o fürsətləri təhdidə çevirməkdir. Nevroz, kontrol edə bildiyin şeyləri kontrol etməmək, kontrol edə bilmədiyin şeyləri isə kontrol etməyə çalışmaqdır. Nevroz arzularını, gözləntilərini fantastik dərəcədə yüksək plankada tutmaqdır. Nevroz bir sözlə daxili konfliktdir. Özünlə yaratdığın müharibədir. Hansı ki, o müharibədə qalib yoxdur. Nevroz bir bölünmədir, bir parçalanmadır. Biri səni bir tərəfə çəkir, biri isə başqa tərəfə çəkir. Sən heç bir zaman bütün ola bilmirsən. Nevroz eyni zamanda ikiyüzlülükdür. İçində hiss etdiklərin başqadır, davranışların başqadır. Diqqətinizə görə minnətdaram. Sağ olun.